Sabahınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 6-cı sinif təbiət dərsliyindən maddəni təşkil edən zərrəciklər mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacaq. Əvvəlcə öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqlara baxaq. Burada birinci sualda bizdən soruşur ki, şəkildə təsvir edilən molekul neçə atomdan təşkil olunub? Və ikinci sual, molekulda neçə fərqli atom var? Biz bilirik ki, maddələr atomları adlanan kiçik hissəciklərdən təşkil olunmuşdur və kitabda atomları kürə formasında göstərirlər. Amma kürə tək olduğu müddətdə atomdur. İki atomun birləşməsi isə, yəni iki kürənin birləşməsi isə artıq bizə verir molekulu. İki və daha artıq kürənin, atomun birləşməsi. İndi biz burada göstərsək, birinci sual cavablayırıq. Şəkildə təsvir edilən molekul neçə atomdan, diqqətlə fikir verin, atomdan ibarətdir. Baxırıq, bax bu birinci atom, bir, bu ikinci, üçüncü və dördüncü və böyük bu beşinci. Neçə atomdan təşkil olunub? 5 atomdan təşkil olunub. Bəs molekulda neçə fərqli, diqqət edin uşaqlar, neçə fərqli atom var? Bura diqqət etsəz, görərik ki, uşaqlar, bunlardan bax, 1, 2, 3, 4. Bu dördü də bir-birinə oxşayır, eyni formadadır, eyni rəngdədir, eyni ölçüdədir. Demək ki, bu bir atomdur, yəni bir fərqli atomdur. İkincisi isə, bax, bu indi sarı rənglə göstərdiyim bu iri kürədir. Bu da ikinci fərqli atomdur. Molekul neçə fərqli atomdan təşkil olunub? 2 fərqli atomdan təşkil olunmuşdur. Yaxşı. İndi ikinci suala keçək. İkinci sualda bizə deyir ki, tərəzinin gözlərində iki eyni qab var. Bu qabların birində oksigen, digərində isə hidrogen qazı var. Qazların molekullarının sayı bərabər olarsa, qablarda olan qazları müəyyən edin. Diqqət edin uşaqlar, burada neçə molekul var? Molekul nəyə görə deyirəm? Çünki iki atomun birləşməsindən əmələ gəlir. Diqqətlə fikir verək. Neçə fərqli molekul var? 1, 2, 3, 4, 5. Birinci qabda 5 molekul var. İkinci qaba diqqət edək. Bəs burada neçə molekul var? 1, 2, 3, 4, 5. Bax, burada da 5 molekul var. Amma hər ikisində 5 molekul olmağına baxmayaraq, fikir versək, çəhrayı rəngli qabda yerləşən molekullar daha ağırdır. Çünki tərəzinin gözü daha aşağıdır. Amma digər rəngdə yerləşən isə yüngüldür. Biz mövzu izahından öyrənmişik ki, oksigen molekulu daha ağırdır. Niyə görə? Çünki oksigen molekulu daha böyükdür. Amma hidrogen molekulu isə kiçik olduğuna görə kütləsi də azdır. İndi hər ikisində 5 molekul olmağına baxmayaraq, hansının oksigenin kütləsi çox olduğuna görə daha ağır olmuş olacaq. Demək ki, çəhrayı gözdə yerləşir oksigen, digərində isə hidrogen olmuş olur. 5 molekulun hər birində olmağına baxmayaraq, biri digərindən ağır olduğuna görə tərəzinin gözü ağır gəlmiş olur. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində deyir. Atom və molekul sözlərindən istifadə edərək cümlələri tamamlayın. Cümlə bu şəkildədir. Helium qazı nə olar? Bəli, helium qazı atomlardan. Atomlardan. Niyə? Çünki helium qazı təkdir, tək kürədir və o atomlardan təşkil olunur. Oksigen və hidrogen qazı isə, oksigen və hidrogen mövzu izahında diqqət edin, onlar hər ikisi bitişik formada, yəni molekuldur. Ona görə yazırıq, oksigen və hidrogen qazı isə molekul. Təşkil olunub. Hidrogen və oksigen molekullardan təşkil olunsa da, amma onlar özü də atomlardan ibarətdir. Atomlardan təşkil olunub. Baxın, nəyi demək istəyirəm uşaqlar? Bu, tutaq ki, oksigen atomudur. Hər ikisi birləşib və oksigen atomunu yaradıb. Digər isə olsun hidrogen atomu. Hər ikisi
atomlar, bax bu atomlar birləşərək molekul əmələ gətirib. Biz bunu təklikdə götürsək, hər biri ayrı-ayrılıqda atomlardan təşkil olunur. Belə. Daha sonra ikinci suala keçək. İkinci sualda deyir, molekul və atomlardan təşkil olunmuş maddələrin müəyyən edir. Yəni bunlardan hansı molekuldur, hansı atomdur? Fikir verin uşaqlar, burada 3 atom bir-birinə birləşib. Sanki belə deyək də, əl-ələ tutublar. 3 atom bir-birinə birləşibsə, nədir bu? Atomdur, yoxsa molekuldur? Əlbəttə ki, bu molekuldur. Baxın, burada da bu birləşib, burada da birləşib. Demək ki, bu molekuldur. Yazaq bura. Molekul. Bəs indi ikincisinə fikir verin. İkincisində isə hər biri tək-təkdir. Heç biri bir-birinə qoşulmayıb. Bu da təkdir, bu da təkdir. Hər biri tək-təkdir. Tək-tək yerləşibsə, demək ki, bu nədir? Bəli, atomdur. Atom. İndi üçüncüsünə fikir verin. Üçüncüsündə diqqət etsək görərik ki, bunlar 2-2 birləşiblər. Bax, bununla bu birləşib, digər illəri sanki əl-ələ tutublar. Demək ki, bunlar birləşibsə, 2 atomun birləşməsindən təşkil olunubsa, bəs bu nədir? Bəli, bunlar da molekuldur. Deməli, əgər atomlar təkdirsə, yəni birləşməyibsə, atom olur. Yox, əgər birləşibsə, molekul əmələ gəlmiş olur. Bu qədər uşaqlar, öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olduq. Biz hər həftə sonu 6-cı sinif monitorinqlərinə hazırlıq məqsədi ilə canlı dərslər keçiririk və həmin canlı dərslərdə sırf monitorinqə düşə biləcək suallar müzakirə olunur. Şərh bölməsində yerləşdirəcəyim link vasitəsilə siz qrupa qoşulaq və qrupdan canlı yayımlar başlayan zaman xəbərdar ola bilərsiniz. Bu qədər uşaqlar, sağ olun.